Ötən gün yer kürəsində G3 səviyyəsində maqnit qasırğası başlayıb. Doğru xəbər Azərbaycan bildirir ki, bununla bağlı Zakon KZ məlumat yayıb. Ekspertlərin fikrincə maqnit qasırğası 2025-ci ilin əvvəlində müşahidə olunan ən güclü qasırğadır. Qasırğa ilə bağlı Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası və Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin Günəş Yer Fizikası İnstitutunun əməkdaşları əhaliyə və dünya əhalisinə təcili xəbərdarlıq ediblər. Xəbərdarlıqda bildirilir ki, ürək, qan damar, şəkər, qan təzyiqi və baş ağrılarından əziyyət çəkənlər mümkün qədər qeyd olunan tarixlərdə açıq havada gəzməsinlər. Bildirilib ki, qasırğa martın 25 axşam saatlarına qədər davam edəcək. Onu da bildirək ki, maqnit qasırğasına səbəb Günəşdə baş verən güclü partlayışdır.